Gec yaşlanmanın sirləri bu həm bədənə, həm də ruha aid edilən çox dərin bir mövzudur. Ən düz proqnoza görə uzun ömürlük və gənc qalmağın əsas sirri gündəlik kiçik vərdişlərdə gizlidir. Daxili sakitlik. Stres orqanizmi ən tez qocaldan faktordur. Daxili balansı qoruyan insanlar daha gec yaşlanır. Düzgün qidalanma. Təbii vitaminli və balanslı qidalar hüceyrələrin yenilənməsini gücləndirir. Hərəkət və nəfəs. Gündəlik yüngül hərəkətlər, təmiz havada gəzmək qan dövranını artırır, nəfəs məşqləri isə orqanizmi canlandırır. Su və yuxu, bol su içmək və dərin yuxu dərinin, beynin və bütün orqanların yenilənməsini təmin edir. Müsbət düşüncə. Gənc qalan insanların çoxu ümidli, nikbin və həyatsevərdir. Bu həm ruhu, həm də bədəni gənc saxlayır. Sevgi və ünsiyyət. Yaxınları ilə isti münasibətləri olan insanların immuniteti daha güclü, ruhu isə daha cavan qalır. Qısa məsləhət. Gəncliyin sirri bahalı kremlərdə deyil, gündəlik olaraq ruhunu və bədənini sevib qorumaqdadır.